Salamlar, vaxtınız xeyirli olsun əziz dostlar, əziz izləyicilər. Yenə də sizin qarşınızda yol problemi ilə bağlı çıxmışam. Bugün Yardım rayon Havalan kəndinə gedən yolun hansı vəziyyətdə olduğunu həm sözlə, həm də video görüntü ilə göstərirəm. 100% görüntüdə təbii ki onu görmək mümkün olmaya bilər, lakin aidiyyatı qurumlar kiçik bir səfər etməklə bu yolun hansı gündə olduğunu, hansı vəziyyətdə olduğunu aydın şəkildə görə bilərlər. Çünki nəqliyyat vasitəsi çox çətin şəkildə, çətin vəziyyətdə ora çıxır və bəzən ümumiyyətlə mümkün olmur. Bir dəfə də şəhidin məzarından həyətinə gedən yolu çəkmişdim və təəssüf ki, aidiyyatı qurumlar buna da bir reaksiya vermədilər və mən bir daha demək istəyirəm ki, hörmətli qurumlar, hörmətli aidiyyatı qurumlar, baxın və çox xahiş edirəm ki, ən azından bir nəzər yetirin. Bu insanların, onsuz da çətin vəziyyətdə yaşayan bu insanların heç olmasa bu yolunu bir traktor salmaqla, müəyyən vasitələrlə heç olmasa düzəltdirin ki, insanlar ən azından öz ölçüsünü ziyarət etməyə normal gedə bilsin. Bir xəstəsi olanda hər hansı bir yerə çatdıra bilsin. Bugün heç bir nəqliyyat vasitəsi bu yollarla çıxıb düşmək istəmir. Çünki bəllidir ki, bu yolla çıxıb düşən maşın mütləq təmirə ehtiyacı olur. Və inanıram, daha doğrusu inanmaq istəyirəm ki, aidiyyatı üzrə qurumlar bu məsələyə diqqət yetirəcək və lazımi tədbirlər görüləcək. Təşəkkür edirəm hər birinizə.